Salam, hər vaxtınız xeyir olsun. Ekranda da gördüyünüz kimi, deməli sınaq işləyəcəyik. Bu sınaq ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun 20 variantlı sınavdan 17-sidir. Başlayaq birinci sualdan. Birinci sualda geoloji ionlara aid olan xüsusiyyətləri müəyyən edin. Baxırıq ki, bizə verib kriptozoy, bir də fanerozoy. Kriptozoy gizli həyat deməkdir. Bura aiddir arxeyi, proterozoy, fanerozoy aşkar həyatdır. Gəlin fanerozoyun dövrlərini bir də yadımıza salaq. Deməli, paleozoy, mezozoy, bir də kaynazoydur. Bunları uyğunlaşdıraq. Deməli, güclü vulkanizm başlamışdır. Güclü vulkanizm məntiqlə yanaşa da bu kriptozoy, yəni gizli həyatda olacaq. Birə verdiyi anı, Tetis okeanın parçalanması. Tetis fanerozoyun deməli ən sonunda olan, yəni kaynazoyuna aiddir. Ona görə də biz B-ni veririk, 2-yə veririk B-ni. Sonra bakteriyalar, ibtidai hüceyrələrin yaranması biz kriptozoya qeyd edəcəyik. Deməli, 1-ə veririk aynası. Beləliklə biz variantlara da baxaq. Bu daha tez cavaba nail olmağımıza kömək olacaq. Deməli, 1-ə aynası yalnız baxıram ki, B variantına, ona görə də olacağım B variantı. Amma yenə də deyilini diqqətli nəzərdə çatdıraq. Pangeya qurusunun parçalanması. Pangeya qurusu 2 yerə bölündü. Lavrasiya, bir də Gondwana. Bu da olacaq fanerozoya aiddir. D. Çılpaq toxumlu örtülü toxumun biçilən yayılması fanerozoyun ilkin mərhələsinə, yəni paleozoya məxsusdur. Doğru cavabın B variantı oldu. Geçdik ikinci tapşırığa. İkinci tapşırıqda bizə məsələ verib. Günəş şüasının payız gecə gündüz bərabərliyi günü günorta vaxtı 50 dərəcə bucaq altına düşdüyü məntəqə arasında ən qısa məsafənin miqyaslı xəritədə nə qədər olduğunu soruşur. Bu tip məsələləri primitiv məsələdir. Bunu başa düşmək üçün çalışaq şəkillərdən istifadə edirik. Deməli, yaz gecə gündüz bərabərlik günəş ekvatorda zenitdədir. Bilirik ki, ekvatorda tam ortada zenitdə olanda, deməli, hər iki yarımçı bərabər işıqlandırır. Bizə deyir ki, deməli, 50 dərəcə bucaq altına düşür. Həm şimala düşəcək, bu həm də cənuba düşəcək. Görək, bu hansı enlikdir? Əlbəttə ki, 40-cıdır. Necə təyin edilir? 90-dan çıxıram, maks 90 dərəcə düşürəm. 90-dan 50-ni çıxıram, 40. Deməli, şimalım da 40-dır, cənubum da 40-dır. Və bunların arasında olan məsafəyə bax. Bu oldu 80. Biri şimal, biri cənub onu toplayırıq. 80. 80 də vururum 111-ə eləyir 8880. Məlum məsələ. Bilirsiniz ki, 111-ə niyə vurulur? Bir dərəcə göğsün uzunluğudur. 111. Ona görə də biz bunu 111-ə vururuq. Sonra deməli həqiqi məsafəm mənim oldu 8880. Bu mənim olsun həqiqi məsafəm. Miqyasını da verib baxaq, miqyasda 7 dənə sıfır var. 7 sıfırdan 5 sıfır siləndə qaldı miqyasda m də bərabərdir 300. M bərabər 300. Bizdən xəritədə nə qədər olduğunu istəyir. Deməli, həqiqi var, miqyas var. Biz bunu tapmaq üçün həqiqini miqyasa bölürük. Mənim doğru cavabım eləyəcək 29,6 cm. Doğru cavabım C variantı alındı. Üçüncü tapşırığa baxaq. Uyğunluğu müəyyən edin. Deməli, mineral bulaqları bizə verir. Uyğunlaşdıracaq hansı əraziyə uyğundur. Deməli, şırlanı verirəm 3-ə. Deməli, 3-ə veririk A-nı. Elə bura qeyd edib. 3-ə verirəm A-nı. Turşsu şırlan digərdə, deməli, Şuşanın ərazisində yerləşəcək. Sonra Dağdağ Şahbuzda, Naxçıvanda 4-ə verirəm B-ni. İlisu Qaxdadır. Qalx, burada verirəm D-ni. Sonra bizə Xaltan Qubadadır. Digərlər Cimey Xaşı da var. Bunda birə də verirəm C-ni. Şıx da, digər adda bir də var Suraxanı, bu da Abşeron yarımadası üçün uyğundur. Mənim doğru cavabım baxıram ki, A variantına uyğun gəlir. Dördüncü tapşırığa baxaq. Dördüncü tapşırıq yəni əhali ilə bağlı məsələdir. Burada nə edirik? Hissə eləyəcək. Ölkə əhalisinin sayı 2003-cü ildə 72,5 milyondur. Ölkədə hər 1000 nəfərə doğulan 6 nəfər, ölənlər isə 2 nəfərdir. İndi baxın, doğulan 6 2 nəfərdə ölüb. Artım nə qədərdir? Altdan 2 çıxırıb, deməli 1000 nəfərə 4 nəfər. Bunu burada qeyd edeyim. Deməli 1000 nəfərə 4 nəfər artımdır. 1000 nəfərə 4 nəfər artımdırsa, görüm ümumi əhali bu qədərdir. 72,5 milyona nə qədərdir? 72,5 milyona, baxın milyon ehtiyac olsa biz bunu açacağıq. Bu da x ilə bərabərdir. Mənim burada doğru cavabım vaxt itirmədir. Yəni tənasüb quranda 4-ü vuram 72,5 milyona, bölürəm 1000-ə. Orada da sıfırlar ixtisar gedir. Gəlin elə bunu yazaq. 4-ü vururam 72,5 milyonu bu şəkildə açaq. Milyonun arxasında 6 sıfır olur da. Sanki elə bilin ki, bunu 6 sıfırlı bir rəqəmə vururuq. 5 arxasından 5 dənə sıfır olur. Bunu qeyd edeyim sizə. Deməli 5 dənə sıfır. Aha. Bölürəm 1000-ə. 1000-ə də böləndə bunu 3 sıfır ilə bunu 3 sıfır deyir. Deməli burada mənim bununla buna vuranda cavabım eləyir. Vaxtımız getməsin deyəndə hazır tez yazdım. 290.000. Aha. Deməli ölkədə bu qədər 70,5 milyon artım bu qədərdir. Bu hissəni saxlayırıq.
Sonra deyir, növbəti ildə ölkə əhalisinin sayı 70,7 milyona çatdı. Deməli, ölkənin əhalisi artdı da. 72,5 idi əvvəlin, 72,7 idi. Bir-birindən çıxanda eləyir 0,7 milyon. Bir-birindən çıxanda 0,7, daha doğrusu 0,2 milyon. 0,2 milyon. 0,2 milyonu 0,2 milyonu açıq şəkildə 200 min kimi qeyd edə bilərəm. Baxın, 200 min. Yenə deyirəm, milyon arasında 6 dənə sıfır oldu, bunu nəzərə alın. Sanki ona vuracaqsınız. Oldu 200 min. Sonra davamı var. Bu müddət ərzində ölkədə gedənlərin sayını müəyyən edin. Deməli, ölkədə artım bu qədərdir. 2000, deməli, 290 min artımdır, eləmi? Bir il ərzində 200 min artıb. Deməli, ölkədən gedənlər nə qədər? 290 mindən çıxıram 200 mini, eləyir 90 min. 90 min. Burada mənə şərtdə mindən verib, hazır mənim doğru cavabım D variantı olacaq. Keçin 9-cu tapşırığa. Deməli, 9-cu tapşırıqda bizdən nə istəyir? Doğru bənd. Yenə deyirəm, şərti oxuyanda diqqətli olun, sizdən səhvi istəyir, yoxsa doğrunu istəyir. Deməli, iqlim qurşaqları ekvatorial verib, il boyu isti və rütubətli, düz deyir. Materiklər Avstraliya, Afrika. Xeyr, Avstraliyada ekvatorialdan söhbət gedə bilməz. Deməli, birlər səhvdir. Harada bir varsa, biz o birləri silirik. Deməli, birləri silirik. Keçdik ikinci suala. Subtropik, yay isti quru, qışı rütubətli. Bəli, Araq dənizi iqlim tipi üçün xarakteristik. Şimali Amerika, bir də Avrasiya. Bəli, Şimali Amerikada da var, Avrasiya materikində də xüsusi olaraq Avropanın cənubu olan Araq dənizi sahilləri. Bunların hər ikisi doğru. Deməli, mən ikini götürəcəm. İki özüm təsdiqlədim, variantlarda diqqət edin ki, vaxt itirməyək. 2, bir də 4-ə baxaq. 4-ə baxaq, mülayim. Fəsillər aydın seçilir, alçaq təzyiq sayısı yaranır. Mülayimdə hava qalxır. Hava qalxırsa, əlbəttə ki, təzyiq düşəcək. Bir mülayimdə, bir də subtropikdə 4 fəsil özünü göstərir. Azərbaycanla bir səsi mülayimdə, çox səsi subtropikdə yerləşir. Sonra Avrasiya, Şimali Amerikada, bəli, Avrasiya materikində də var, Şimali Amerika materikində də, daha doğrusu ən çox ərazini hətta əhatə edir. Doğru cavabım A variantı. Keçirik, 6-cı tapşırığa baxaq, bizə xəritə verir. Sxemə əsasən Xanbulan, Yenikənd, Arpaçay, Ceyranbatan su anbarlarının yerləşdiyi təbii vilayətdə müvafiqacılığı müəyyən edin. Xanbulan çay Lənkərandadır. Baxın, bu hissədə 5 rəqəminə. Deməli, bizə lazımdır nə? 5-lə başlayanlara baxacağıq. 5-lə başlayan. Bu həm də bizim daha rahat işimizi ələyir. Baxırıq ki, 5-lə başlayır. Doğru cavabım Y variant. Amma yenə diqqət keçirir. Yenikənd Kür çayının üstündədir. Bu da Kür çayda keçir 3-dən. Doğruca Kür dağları çökəklikdən. Doğru cavab 3 bura verir. Bu da 1. Arpaçay Naxçıvanın ərazisindədir. 4 rəqəmi də Ceyranbatan su anbarda Sumqayıtdadır. Sumqayıtdadır. Doğru cavabım Y variantı oldu. Keçdik növbəti 7-ci tapşırıq. Baxıram ki, bu da məsələdir. Deyir ki, mənə mənsəbi, yəni töküldüyü yer. Okean səviyyəsində olan çayın orta meyilliliyi 3,5-dir, uzunluğu isə 2000 kilometrdir. Çayın mənbəyin mütləq hündürlüyü hesablayın. Bax, təsəvvür edin, bu çaydır. Çayın, deməli, bizə çayın meyilliliyini, uzunluğunu verib. Çayın mənbəyi, yəni buranı nəzərdə tuturuq. Mənsəbi də buranı nəzərdə tuturuq. Ümumiyyətlə, meyillilik deyirsə, tez meyilliliyin düsturunu çağırırıq. Meyillilik bərabərdir. Çayın, deməli, çayın düşməsini bölürəm çayın uzunluğuna. Meyilliliyim nədir mənim? Özü verib. 3,5 mənim meyilliliyimdir, bərabərdir. 3,5 bərabərdir. Düşməni bilmirəm nə qədər. Düşməyə x verir. Deməli, uzunluğum da, çayın uzunluğu da. Çayın uzunluğu da 2000 metrdir. Burada da tənasübə verəndə 3,5-i vururam 2000-ə, doğru cavabım eləyəcək C variantı. Keçdik 8-ci tapşırığa. Xəritə sxemində göstərilən okean cərəyanlarının yaratdığı iqlim şəraiti. Bir də təyin eləyə görə bu cərəyanlar isti cərəyanlı yoxsa soyuq cərəyanlı. Mən buraya sizə bir də ekvator xətti çəkmişəm. Ekvator xətti. Ekvator xəttindən bilirsiniz ki, bu orta hissə isti olacaq. Yəni tropik işıqlama quşağıdır. İsti hissədən əgər cənuba doğru soyuq tərəfə gedirsə, deməli bu isti cərəyanlardır. Fikir verin, isti cərəyan. Baxırıq, bu da isti cərəyanlı. Çünki ortadan gedir yuxarıya doğru. Soyuq cərəyan olduğunu necə təyin edir? Yuxarı hissədən gəlirsə, bunlar soyuq cərəyan qütblərdən gəlsə. Ümumiyyətlə, mənim cərəyanlarım oldu isti cərəyanlar. İsti cərəyanlar nə yaradır? Bulutsuz hava, xeyr, bulutsuz ola bilməz. Çünki isti su buxarlana bilir, bulud əmələ gətirir. Harada bir varsa biz onlardan imtina edirik. Bir olanlardan imtina edirik. Deməli, ikiyə baxırıq, buxarlama ilə buxarlama qaydası arasında fərqin az olması. Bəli, fərq azdır, bu ikisinin arasında qalmışıq. Yüksək təzyiq sayısı. Deməli, harada hava qalxırsa təzyiq enən olacaq. Ona görə 3 mümkün deyil, 3 ola bilməz. Mənim artıqda olacaq 2, 4, 5. 4-ə baxaq, yağıntıların miqdarının çox olması, bəli. Buludluq və havanın qalxan hərəkəti. Bu da doğru, özünü təsdiqlədi. 9. Kür Araz ovalığı, Araz boyu düzənliklər və Abşeron iqliminə aid olan xüsusiyyətləri tapaq. Deməli,
İllik temperatur amplitudu kiçikdir. Ümumiyyətlə düzən yerlərdə, deməli, düzən yerlərdə illik temperatur amplitudu böyük olacaq. Çünki burada düz radiasiyadır, hava istidir, ala bilməz. Sonra qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi var. Qışı soyuq keçən, məsələn biz Araz boyuna, Naxçıvan Araz boyusuna verə bilərik. Amma digərləri isə qışı mülayimdir. Ona görə belə olmaz. Yayı quraq keçən mülayim isti iqlim, yayı quraq ümumiyyətlə isti iqlim düzlərdə verə bilmərik. Qeyri-mümkündür. Yarımsəhra quru çöldür, şeydə olmaz. Sonra mümkün buxarlamanın yağıntının daha çox olduğu ərazilər. Bəli, buxarlanma daha çoxdur, yağış isə azdır. Biz yağışı burada 200, 300, 400 mm verə bilirik. Sonra rütubətlənmə əmsalı vahidə bərabər deyil, vahiddən kiçikdir. Yəni birdən kiçikdir. Keçdik 10-cu suala. Deməli, 10-cu sualda bizdən nə istəyir? Ərazisində mövcud olan landşaft tiplərinin sayının artmasına görə təbii vilayətin ardıcıllığını müəyyən edin. Belə eləyirik biz bunu. Ərazidə hündürlük nə qədər çox olsa, landşaft tipləri daha çox olacaq. Ona görə bizə azdan çoxa doğru deyirsə, ən az hündürlük 3-dədir. Ona görə Çur dağı arası 3-dən başlayırıq. Sonra ondan sonra hündürlük Lənkəranda 3-dən sonra 4 olanı götürürük. Sonra Kiçik Qafqaz, ən axırda da Böyük Qafqazda olacaq. Doğru cavabı C variantı. 11. Yanlış bənd. Yenə baxın, şərtə diqqətli olun. Yanlış bənd istəyir bizdə 11-də. Deməli, Argentina, Nigeriya federativ respublikalardır. Bəli, doğrudur. Bunu götürmürük. Belarus, Macaristan materik daxili ölkələrdir. Bu da özünü təsdiqləyir. Böyük Britaniya, İrlandiya konstitusiya monarx dövlətlər. Bəli, Böyük Britaniya monarxdır, konstitusiya, amma İrlandiya deyil. Ona görə yanlış istəyirsə mən C-ni götürəcəm. D variantını izləyək. Peru, Boliviya unitar ərazi quruluşuna malikdir. Bəli, Cənubi Amerikada yerləşir, dağlıq qurşaqdadır. Rusiya, Nigeriya milli etnik əsasda federativ ölkələr. Bu da özünü təsdiqləyir. Deməli, keçirik 13-cü tapşırığa. Azərbaycan Respublikasının düzən torpaqlarına aid olan xüsusiyyətləri bizdən istəyir. Görək nə istəyir? Şirvan, Muğan, Min və Qarabağ düzlərində açıq şaballı torpaqlar formalaşmışdır. Deməli, açıq şabal biz əsasən boz torpaqları verə bilərik. Ona görə harada bir varsa biz onları çıxırıq, işə baxaq. Naxçıvan Araz boyu düzlərində boz torpaqlar formalaşmışdır. Bəli, quraq yeri içinə götürəcəyik. Sonra Lənkəran ovalıq, Talış dağlarını ətələn boz qonur torpaqlar var. Xeyr, qəti surətdə Lənkəranda boz qonur deməli verməyəcək. Əsasən orada introzanal landşaft var, çəmən meşə çöl landşaftı özünü göstərir. Ona görə boz deyə bilmərik. Yağıntı miqdarı çoxdur. 4-ə baxırıq. Artıq mən 2-ni götürmüşəm, birləri silmişəmsə, variantlar da mənə kömək olacaq. 2 ilə başlayıram. Deməli, 3-ü də silmişəm, avtomatik mənim cavabım Y olacaq. Amma yenə baxaq, Şollar düzü, Qanı Xərçay vadisi, Kürboyu ərazi, çəmən meşə torpaqları yayılmışdır. Bəli, introzonal landşaftdır, yeraltı suların təsirindən çəmən meşə torpağıdır. Yəni, çəmənlikdən meşə, introzonal, düzən meşə landşaftı olacaq. Doğru cavab Y variantı. 13. Aralı dəniz sahilləri, Havay adaları və Krım yarımadasına aid olan xüsusiyyət. Əsas biz bunların harda olduğunu bilək. Havay adası Amerikaya aiddir. Şimal tropik xətti kəsir bunu. Özdə tropik rütubətlisinə düşür. Yağıntının miqdarı çoxdur. Aralı dəniz sahillərdə qışlar rütubətli olacaq. Turistik baxımdan əlverişlidir. Krım yarımadası da Ukraynaya aiddir. Rusiya ilə Ukraynanın sırf bu ərazi üçün müharibə aparmasını bilirik. Bu da deməli Qara dənizin sahili içində yerləşəcək. Deməli, 13-də doğrunu istəyir 3-ünə dair. Təbii rekreasiya ehtiyatları zəngin ərazidir. Elə doğru cavabımız A variantını götürək. Digərləri, məsələn, hidroloji ehtiyatları çox olan çaylara malikdir, hidroenerji ehtiyatı. Xeyr, ola bilməz bu. Ümumiyyətlə, hava adalarını deyil bunu. Sonra enliyarpaqlı meşələr təbii zonasında yerləşirlər. Xeyr, ola bilməz. Bəx, yenə dedim, tropikdədir. Torpaq ehtiyatı ilə zəngindir. Bu da xüsusi adaya diqqət edəndə o düzgün deyil. Gez qabarma elektrik stansiyalarından istifadə olunur. Bu da doğru deyil. Keçdik biz digər 14-cü tapşırığa baxaq. 14. Deməli, Qarabağ, Şirvan düzlərinin yerləşdiyi inzibati rayonlar müvafiq olan müəyyən edin. Baxın, Şirvan düzü Kürün solunda yerləşir, yuxarı hissədə. Kürün yuxarı hissəsində olanlara baxaq. Görək hansılar deyir. Deməli, elə avtomatik burada Beynəl, Kürdəmir yuxarıda yerləşir, bir də Göyçədə yuxarıda yerləşir. Digərləri isə Kürün altında, yəni Qarabağ düzdə düşür. Bu ilə baxaq, 2-yə bu ilə hansı variantda doğrudur? Bu ilə daha doğrusu yox, burada yox. Deməli, bu ilə doğru cavab C variantı artıq özünü təsdiqlədi. 15. Uyğunluğu müəyyən edin. Mənə türk dövlətlərini verib, Azərbaycan, Qazaxıstan, Özbəkistan. Baxaq, nə istəyir bizdən? Deməli, əhali türk qrupunun Qıpçaq qoluna aiddir. Bu Qıpçaq qoluna aiddirsə, bu olacaq
eləyədimizsə Qıpçaq, Qazaxıstan və A variantını buna verdik. Sonra sahəsi 1-ə verin, deməli 2A-nı vermişik. 2A-nı verəndə artıq cavab özünü təsdiq, amma yenə də biz digər variantları da yoxlayaq. Deməli, sahəsinə görə ən böyük türk dövləti yenə də bu Qazaxıstan olacaq. Deməli, 2A ilə C-ni veririk. Deməli, sahəsinə görə ən böyük türk dövləti Qazaxıstan oldu. Bir də əhali türk dil qrupunun Qıpçaq qoluna aiddir. Bu da oldu, demək, 2AC. Baxaq, 2AC olan hansılardır? 2AC. Bu testin özündə problem var. Doğru cavab yoxdur, amma biz yenə doğru olanlar burada qeyd edəcəm. Əhalinin çox hissəsi türk dil qrupu Uyğur qoluna aiddir. Bu Qazaxıstana aiddir. 3-ə verirəm. Deməli, 3-ə verirəm. Əhalinin çox hissəsi türk dil qrupu yox. Belə eləyək də 2-də daha doğrusu C-ni veririk 3-ə. Deməli, burada Qıpçaq qoluna aid A-nı verməli. Burada C-ni silək. Deməli, B sahəsinə görə ən böyük türk dövləti. Bu doğru getmir. Sadəcə mən bunu B verməliydim. Deməli, 2A ilə B-ni verəndə cavab özünü göstərəcək. Mən sadəcə orada variantı, deməli, rəqəmi səhv yazmışım. 2A ilə B-ni verəndə mənim doğru cavabım olacaq. Bu da B variantı. Digərinə baxaq, palçıq vulkanların sayına görə dünyada birinci yerdə Azərbaycanı veririk. Bəli, doğru cavabımız D. A-nı 1-ə verdik. Ərazinin çox hissəsi Əmdərya, Sırdərya çayları arasındadır. Bu da əlbəttə ki, Özbəkistan olacaq. Doğru cavab B variantı. 16-cı suala baxaq. Deyir, beynəlxalq iqtisadi əlaqələrin müvafiq olan ən yeni, bir də ən qədim formaların müəyyəni. İqtisadi əlaqələr bizə deyəndə, hal-hazırda elmi-texniki əməkdaşlığı təsdiqləyir, özünü müasir. Ticarət, ən qədim iqtisadi əlaqələr ticarət olub. Doğru cavab D variantı oldu. Sonra 17 işarələnmiş şərtini bir də baxaq. Xəritə sistemində ştrixlənmiş ərazilərin ümumi əlamətlərini müəyyən edin. Görək bu nədir? Deməli, bu ştrixlənmiş ərazilər çöl zonasıdır. Şimali Amerikada biz buna prairie deyirik, buna isə pampa deyirik. Pampa. Hər ikisində qara torpaqlar var. Pampa biraz fərqli olur, qırmızı-qara var. Taxılçılıq üçün əlverişli yerlərdir. Variantlarımızı uyğunlaşdıraq. Ümumi, hər ikisinə ümumi istəyirsə buna diqqətli olun. Deməli, enli zolağı pozulması aydın müşahidə edilir. Deməli, enli zolağı doğru deyil, bunun bir hissəsi ümumiyyətlə pozulmayıb, çünki düzən ərazilərdə bir ola bilməz. Yanar faydalı qazıntılar hasil edilir. Xeyr, yanar faydalı qazıntı ola bilməz. Taxılçılıq regionlarda ona görə 1-lə 2-ni silirik. Variantlarda 1-lə, deməli, 1-lə 2-ni siləndə artıq mənim cavabım 3, 5, 6. Yenə baxaq. Ot bitkilər ağac bitkisinə nisbətən üstünlüyü təşkil edir. Doğru cavab 3-dür. Sonra tropik bitkilər, xeyr, tropik olmayacaq. Dünyanın əsas taxılçılıq bölgələri də doğrudur bu da. Orada ABŞ-da Kanadanın cənub hissəsinə düşür. Burada da Argentina, Laplanda körfəzinə düşür. Münbit qara torpaqlar yayılıb, bayaq qeyd edilmiş kimi doğru cavab E variantı oldu. Sxemdə təsvir edilmişdir. Baxaq nədir bu? Bizə bərk suxur qeyd edilib, yumuşaq suxur, bir də çay yatağı. Ümumiyyətlə bu çayın axdığı ərazidir. Bir də baxırıq ki, burada fikir verin, nəhəng daşlarda, o çaylar daşın üstünə hərəkət edir. Deməli, dağ çayıdır bunlar. Dağ çayında da bu şəkil bizə astananın olduğunu göstərir. Məsələn, meandr bu cür deyil, estuari çayın axdığı mənsəbində yaranan formadır. Şəlalə də hündürdən axacaq. Doğru cavabım A variantı olacaq. Sonra 19. Doğru bəlli müəyyən edin. Yenə şərtə diqqətli olun. Bizdən doğrunu istəyir bizdən. Deməli, allüvial düzənlər buzlağın fəaliyyəti nəticəsində yarar. Xeyr, buzlağın yox, mən bura deyəcəm çayın fəaliyyəti ilə. Yaxşı, ona görə bu səhv olacaq. Yazıram çayın fəaliyyəti ilə. Kiçik Qafqaz dağları maqmatik suxura üstünlüyü təşkil edir. Əlbəttə ki, çünki Kiçik Qafqazda Azərbaycanda Qarabağ vulkan yaylası yerləşir. Birlər gedəcək. Birlər gedirsə, mən avtomatik ikilərə baxacağım. Sonra Şahdağ silsiləsində moreller geniş yayılmışdır. Bizə silsilə deyil, Şahdağ zirvəsi demir. Silsilənin də bizə də bilirik, qarxatı 3900 metrdən keçir. Bunun da hündürlüyü 3900-dən azdır. Ona görə 3 ola bilməz. Kür Araz ovalığı allüvial mənşələ suxurlarla örtülür. Doğrudur. Hardan çay axırsa biz onu allüvial deyə bilirik. 2, 4. Doğru cavabım C variantı olacaq. 5-ə baxaq. Kiçik Qafqaz tektonik qalxmasının bəzi ərazilərində 8-9 bal gücündə bəli. Zəlzələ bu da Gəncəni deyə bilərik. 1139-da Kəpəz dağı aşıb Ağçayın qarşısını kəsib, orada göllər əmələ gətirmişdir. Bu da bunun sübutudur. 20. Exolotdan okean dibinə göndərilən siqnal 6 saniyə ərzində geri qayıdarsa, fikir verin burada açar söz nədir? Geri qayıdarsa dərinliyi müəyyən edin. Elə bilin ki, biz burada gəmidən aşağıya siqnal ötürmüşük okean dibinə. Və bu həm də geri qayıtmaq. Bu ikisi bir yerdə 6 saniyədir. Bu ikisi 6 saniyə. Demək 3 saniyədir gedib, 3 saniyəyə də qayıdıb da. Qayıtma deyəndə həmişə 2 yerə bölünür. Deməli, biz də bilirik ki, 1 saniyə 1500 metrə gedəcəyik. 1500-də vuracam
Daha doğrusu 1500'e vuracağım 3'e. Doğru cevabımı eləyəcək. Okean dərinliyi 4500 metr. A variantı. 11. Hava nəqliyyatında yük daşımalı, daha doğrusu 21. Hava nəqliyyatında yük daşımalara görə fərqlənən ölkələr. Bu cür ölkələri ümumiyyətlə inkişaf etmiş dövlətləri götürəcəyik. Məsələn, baxın burada B variantında Şərqi Asiya getdi. Sonra C variantında doğru cavabı C var. Şimali Amerika, Qərbi Avropa. Yük daşıma bir-birinə yaxın əlaqələri var. Latin Amerikasını buradan silir. Cənubi Asiyanı buradan silir. Burada Avstraliyanın Qərbi Avropa. Məsafə baxımından çoxdur deyən. Ona görə tam cavabı C variantı olacaq. 22 nə istəyir bizdən? İnkişaf etməkdə olan ölkə. Müəyyən eləyin. Deməli, təsərrüfatın ərazi quruluşuna əsasən monosentrik. Əlbəttə monosentrikdir. Varlı dövlətlər isə polisentrikdir. Deməli, bir doğru oldu. 2-yə baxırım. Təsərrüfatın sahəvi quruluşunun 2-ci və 4-cü sektorun payı çoxdur. Xeyr, burada 1 ilə 2 sektor çoxdur. Hasilatdır, bir də emaldır. 1 ilə 2. Yəni, bu da 2 səhv olacaq. 1-i götürürəmsə, deməli, 2-lər səhvdirsə, harada 2 varsa, biz onları silirik. Sonra 3-ə baxaq. Təsərrüfatı əsasən bir mərkəz və ölkənin paytaxtında yaxud liman şəhərində cəmlənir. Bəli, amma inkişaf etmiş ölkələrdə bu cür deyil. Ölkədə bərabər paylanır təsərrüfat. 1-3 götürürsə, mənim də olacağım deyil. Yenə 5-ə baxaq. Ərazidən köhnə, daha doğrusu, elektrik enerji istehsalı yüksəkdir. Bəli, deməli, yox, üzr istəyirəm. Elektrik enerji, buna aidiyyatı yoxdur, neft ölkələrinə aiddir. Deməli, 4-ə bax, sənaye mərkəzləri ilə yanaşı zəif inkişaf etmiş rayonlar da mövcud olur. Doğrudur. 1-3-4 özünü təsdiqlədi. 23. 23 məsələdir. Görək nə istəyir? Temperaturla bağlı məsələdir. Temperatur 30 Celsius olan 5 kub metr havadan nisbi rütubətli 45% olarsa, havada olan su buxarının miqdarını hesablayın. Biz çox vaxt bunu 1 kuba görə hesablayırıq. İndi bizə 5 kub verib də. Biz elə onu o cür deyilik. Elə birinci temperatur, havadan 1 kub metr hava götürmüşəm, təxəyyülümüzə əsasən. Deməli, 30 Celsius temperaturda. Bir də nə deyəcəm sizə? Deməli, temperatur heç vaxt məsələlərdə işləməyəcək. Yaxşı, 30 Celsius olsa belə, bunu heç vaxt məsələdə işlətməyəcək. Olsun orada 20, olsun orada 40, fərq etməz. Deməli, 30 Celsiusdə biz də avtomatik bilirik ki, içində 30 qram su olmalıdır. Bu şablondur. Biz bunu əzbər bilməliyik. Bilməsə belə, məsələlərdə bunu qəbulda da yenə verirlər. 30 Celsiusdə 30 qram su olmalı. Amma deyir ki, bundan 5 dənədir də. Elə bilin ki, mən daha bunu 5 dənə çəkməm. 5 dənədirsə, biz bunu vururuq, 5'i vururum. Elə bilin ki, 30 deyil. 5'i vururam 30'a. Elə bilin ki, təsəvvür edin. 1 kub metrin içində 150 qram su var. 150 qram su var. Sonra nə istəyir bizdən? Nisbi rütubətlik 45% olarsa. Yəni bunun içində rütubət 45%-dir. 45%-dir. Mən də bilirəm ki, 150 qramın mənim 100%-dirsə, həmişə belə götürəcəyim. Şablonla işləsək, tənasibə məndə daha rahat cavab çıxır. 45%-im nə qədərdir? Bu 45%-i istəyir. Gör 45% nə qədərdir? Mən də tapıram ki, bunu. Deməli, 150-ni vuram 45-ə, bölürəm 100-ə. Deməli, mənim doğru cavabım eləyəcək 67,5. Sən demə 67,5 qram, bu 45% deməkmiş. Yaxşı, indi hər bir üsulla bunu istifadə edir, biz tənasüb yolu ilə faizin tapılmasını işlədik. Keçdik 24-cü tapşırıq. Milmuğam, Şirvan, Səlyan rayonlarına aid olan ümumi əlamətləri müəyyən edin. Milmuğamda Şirvan Səlyan iqtisadi rayon olaraq verib bizə. Deməli, rekreasiya ehtiyatları zəngindir. Xeyr, rekreasiya ola bilməz. Çünki Milmuğam bir dövlətlə sərhəddi var, quraq iqlimə malikdir. Mümkün deyil bu. Sonra, deməli, neft və qaz hasilatı ixtisaslaşmış sahələr. Xeyr, ixtisaslaşmış sahə deyil. İxtisaslaşmış sahə hesabı olunmur. İmişli yerləşir. İmişlidə Mezozoy dövrünün neft yatağı var. Yenə bu ixtisaslaşmış sahə hesab olunmur. Sonra ərazisində ölkə əhəmiyyətli dəmir avtomobil yolları keçir. Bəli, hər ikisi düzən ərazi olduğu üçün keçməsi normaldır. Sonra iki tektonik zonada yerləşir. Xeyr, iki tektonik zonada yerləşmir. Hər ikisi Şur dağı arasında yerləşir. Yəni bir tektonikdə yerləşir. 4-də olmaz. Xarici ölkə ilə həm sərhəddir. Xarici ölkə ilə, bəli, hər ikisi İranla həm sərhəddir. Doğru cavabım deməli 3, 5 oldu. Keçdik 25. Deməli, xəritə sxemə əsasən əkinçilik inkişafı əlverişsiz olan təbii şərait. Primitiv suallardan biridir. Deməli, soyuq olan yerdə əkinçiliyin heç bir normal ola bilməz. 3'ü çıxdıq. Sonra biri də çıxacaq. Bir quraq yerdə tropik səhra buradan keçəcək. Daha doğrusu cənub tropik xətti buradan keçəcək. Bir də 4'ü götürəcəm. Niyə? Çünki ekvator xətti buradan keçir. İfrat rütubətlənmə var. Bataqlıq xəttin artıq çoxdur. Əkinə yararsız olan yerlərdir. 26.
Su ehtiyatlarına nəzarət zəminində hansı ölkələr arasında münaqişə baş vermişdir? Deməli, transsərhəd su ehtiyatları, belə deyək də, su qıtlığı yaşayan ölkələrdir. Bu özdə kitabda adları qeyd olunub. Seneqalla Mavritaniya Afrika dövlətləridir, çünki quraq yerdir. ABŞ, Kanada ola bilməz. Su qıtlığı yoxdur burada. Avtomatik baxanda içini çıxırır. Hindistan, Pakistan əhalisi çox olduğu üçün bunu götürə bilirik. Su qıtlığı yaşayır. Həm də burada Azad Kəşmir münaqişə zolağı var Hindistanla Pakistan arasında. Deməli, biri 3-ü götürür. Bir də Sudanla Misir. Quraq olan ərazilər. Yaxşımı? Doğru cavabım 1, 3, 4. Bir də İraqla Suriya arasında. 27. Uyğunluğu müəyyən edin. Keyfiyyət fon üsulu, izoxətlər üsulu, bir də Arial üsulu. Baxaq A-nı. Coğrafi obyektlərin kəmiyyət göstəriciləri ifadə olunur. Kəmiyyət göstəricisi isə bunların heç birinə uyğun deyil. Deməli, fiziki xəritədə dağlar, yüksəklik, yaylalar bu üsulla təsvir olunur. Bəzi biz bilirik də fiziki xəritələri görmüşük və bilirik ki, bu keyfiyyət fon üsulundan istifadə olunacaq. Sonra C-yə baxaq. Deməli, təbii zonalar, landşaftlar, bitki, heyvan növləri yayıldığı ərazilər təsvir. Əlbəttə, bu Arial üsulu olacaq. 3-ə verirəm C-ni. Sonra D-də havanın temperaturu, təzyiqi, yağıntının miqdarı təsvir olunur. İzoxətlər üsulundan istifadə olunur. Doğru cavab D variantı. Daha doğrusu, açıq sual olduğu üçün 1-ə B, 2-yə D, 3-ə də C. 27 işimiz bitdi burada. Getdik situasiyalara baxaq. Situasiyalarda bizdə nə istəyir? Deməli, situasiya. Ərzaq çatışmazlığı problemi təbii, iqtisadi və siyasi amillərin təsiri ilə baş verir. Hal-hazırda təbii resursların azalması və ətraf mühitin çirklənməsi üçün iqlim dəyişkənliyinin yaratdığı kəskin hava şəraiti, siyasi konfliktlər insanların qidası üçün zəruri olan məhsulların istehsalına mane olur. Qeyd edilən amillərlə yanaşı bəzi ölkələrin keçmiş müstəmləkə siyasətinə məruz qalması onlarda bu problemi yaradan əsas mənbələrdəndir. Deməli, 28-ci suala baxaq. Mətnə əsasən ərzaq çatışmazlığı birbaşa təsir edən kataklizmləri müəyyən edib yazın. Ən az 3 dənə nümunə. Ərzaq çatışmazlığı, demək, kataklizm hadisəsi deyəndə biz yer səthində baş verən hərəkətlər, yəni bu tektonik hərəkətlər nəzərdə tutub divergent, bir də konvergent. Yəni bunun baş verməsi ərzaq problemində kimi təsir ola bilər. Məsələn, kataklizm hadisəsində deməli, deyə bilər ki, məsələn, daşqın baş verə bilər. Məsələn, daşqın baş verə bilər, tsunami baş verə bilər. Bu da əlbəttə ki, təbii sərvətlərin məhvinə gətirib çıxardacaq. Məsələn, buna qeyd edə bilərik, sel hadisəsi deyə bilərik, təbii hadisələrdən, su basma deyə bilərik, su basma. Sonra hətta quraqlığın yaranması, təbiət hadisələrdən quraqlığın yaranmasını misal göstərə bilərik. 29. Cədvəldə verilən nümunələri mətndə verilmiş amillərə əsasən qruplaşdırın. Deməli, bizdə birdə təbii amillər istəyir bizə, təbii. Yəni, təbiət tərəfindən onun. İkincisi iqtisadi əmillər. Deməli, əhali artımına uyğun olaraq ərzaq məhsulunun artmaması. Əlbəttə, bu olacaq iqtisadi amillər. Taxıl zəmilərinin çəkicə istehsalına məruz bu təbiidir də. Taxıl çəkicə varsa, bu təbii olacaq, avtomatik. Sonra silahlı münaqişələr əlbəttə ki, bu təbii deyil. İnsanlar tərəfindən törədilir. Sonra mövsümi quraqlıq səbəbindən sahil zonalarında yerləşən ölkədə heyvandarlığın zərər görməsi, bu da təbiidir. Sahil zonası bizə deyəndə, bu Afrikada tropiklə subekvatorialın arasında olan sahədir. Quraqlıq dövrüdür, bu da təbii insanla əlaqəsi yoxdur. Çox sahəli kənd təsərrüfatının mövcud olmaması, bu da insanlardan asılıdır. Yəni, insan istəsə, çox sahəli edə bilir bunu. Sonra, mətndə qeyd edilmiş ölkələrdə yaranan ərzaq probleminin siyasi səbəblərini izah edin və bu tip ölkələrə aid 3 nümunə yazın. Məsələn, deyə bilər ki, bu keçmiş ərzaq problemi yaşayan ölkələr xüsusi olaraq kasıb ölkələr. Məsələn, Afrika ölkələri verə bilərəm. Səbəb nədir? Keçmiş müstəmləkə ölkələri olub bu ölkələr. Onların sərhədlərində də baxanda görürsünüz necə digərlərindən fərqli olaraq sərhədləri çəkilib. Sonra, əkin sahələrində ixrac xarakteri yoxdur. Yəni, onlar ancaq özləri əkib, özləri yeyirlər. Hansı dövlətləri misal verə bilər buradan? Məsələn, Kongo dövlətini, Kongo, Sudan, sonra Mavritaniya, bunları verə bilər. Hətta Hindistanı da verə bilər. Niyə? Hindistanda əhalinin sayı həddən artıq çoxdur.
Və digər səbəbi də inkişaf etməkdə olan ölkə olduğu üçün burada monokultur təsərrüfatı özünü göstərəcək. Və mövzumuz bu qədər. Ümid edirəm ki, sizə faydalı olacaq. Abunə olmağı, şərh yazmağı da unutmayın.